Salam dəyərli izləyicilər, biz Sinar TV olaraq bu günləri Şəmkir rayonun Sinar qəsəbəsindəyik. Təzə Məhəllər adamın ünvanındayıq. Gördüyünüz kimi burada çox biabırçı bir vəziyyətdir, dəhşətdir və küçə sakinləri də öz şikayətlərini bildirirlər ki, gördüyünüz kimi küçə təmiz su basıqdır. Su zibillik suyun içindən gedir. Yəni vətəndaşlara burada çox problem yaradır. Demək olar ki, insanlar üstləri bərbad günə düşür. Yəni xahiş edirəm ki, bu işə ciddi baxsınlar. Sinar TV komandası olaraq bizdə gəlmiş işıqlandırmalar.